Ha, tekrar qulaq asaq yoldaşlar ikinci dəfə. Okay, so we have a few volunteering packages. Which are you interested in? What do you have? Group volunteering, community volunteering, and conservation volunteering. Oh, and there are internship programs too. I almost forgot those. Oh, I see. Well, I'm not looking for a new career, so I don't think the latter will be suitable. What's group volunteering? That's for people travelling with friends or family. We put together an itinerary tailored to your interests. We call it voluntourism. It's very popular. That sounds great, but I'll be travelling alone, so that's no good. How about community volunteering? That's about getting involved with the local people. Yes, that sounds more like it. Right. So your current experience, you're working at the moment, you said? Yes, I went to art school. I always wanted to be a photographer, but in the end I became a project manager. That's great. How many years have you been doing that? Well, I started as a project administrator. That must have been 8 years ago. No, it was more like 10. Now I think about it, I did that for 4 years, maybe 5. I started managing projects after that, so 6 years. Great. Right. I think I have everything I need. What about the cost? Oh, yes, of course. Well, it depends on how long you'd be volunteering. A week starts at £300 and a fortnight package can be as little as £450. That doesn't include flights, of course, which costs anywhere between £200 and £575. A month-long package is £600. No, that was for last year. Sorry, there's been a slight increase since then. £650. Okay, that's about what I thought. Great. I'll get a pack to you in the post. Cavabları tamamlayaq. Tamam, başlayaq artıq. Demək yoldaşlar, birinci sualda könüllü deyib project manager nə qədər işləyib? 6 il. Düzdür, orada bir neçə ilin adını çəkir, amma ən sonunda deyir 6 il işləmişəm. İkinci, dostlar və ailə ilə səyahət paketi hansıdır? Group volunteeringdir. Yəni, group volunteeringin adı ardınca dostlarla və ailə ilə səyahət etməyi açıqlayır orada. Sonra 3-ə gəldikdə doğru cavabımız burada D variantıdır ki, bir aylıq paketin qiyməti 650 pounddur. Fərqli cavab yazan varsa deyin, izah edeyim. Qulaq asanda təkrar o hissəyə diqqət edərsiniz. Bəli. C'ye bakarsınız demeyin. Hə. Biri düz yazıbsınız siz. Birincini. Yo, mən belə biri də səhv yazmışam. Ayşə. Orada könüllü işləyir project manager olaraq 4 il yox 6 il deyir. Əvvəl yanlış deyir, sonra yanlışını düzəldir 6 il deyir. Yəni birdə 6 ildirsə elə burada da cavab yəni o 4 il yox 6 il olmalıdır. Başqa cavab yazan varsa deyin, izah edin. Y'yə baxarıq, tamam. Y'də nə yazır? Hə, fortnight sözünü əvvəlcə bir dənə açıqlayaq. Yoldaşlar, a week bir həftədir, fortnight 2 həftə deməkdir. Ya da yarım ay deməkdir. Fortnight 2 həftə yarım ay deməkdir. Bir həftəlik də qiymət 300 pounddur, amma 2 həftəlik qiymət 450 pound deyir orada. Yəni 400 pound yox, 450 pound deyir. Orada qiymət səhvdir. Keçək 4-cü suala. Hansı sualın doesn't answer? Cavabı yoxdur deyir. Cavabı olmayan C variantıdır. C-də sualdan əslində tuta bilər. Sual belədir ki, how many people, neçə insan əsasən iştirak edir community volunteering proqramında. Amma orada ümumiyyətlə heç bir proqramda neçə insanın iştirak etməsi barəsində say göstərilmir. Yəni neçə insan iştirak edir, neçə insan iştirak etmir bir məlumat bizə vermir. Cavab C-dir, yəni cavabı olmayan C-dir. 5-ə də gəldikdə dialoqdan aydındır ki, könüllü maraq göstərir community-yə instead of əvəzinə deməkdir. Qrup könüllülüyü yerinə. Yəni qrup könüllülüyünün əvəzinə community-yə üstünlük verir. Çünki niyə?
Çünki A variantı. Çünki o ailəsi və dostlarla səyahət etməyəcəyinə görə. Çünki qrup nə idi? Ailə və dostlarla səyahət edir. Və bu ailəsi və dostları səyahət etməyəcəyinə görə qrupa yox, community'yə üstünlük verir. Bəs ailəsi və dostları səyahət etməyəcəyini göstərirmi orada? Bəli, göstərir. Orada deyir, I am traveling alone deyir orada. Alone. Yalnız səyahət edəcəm deyir. Onu işlədir orada. Gəl indi transkriptinə bərabər şəkildə baxaq. Bir dəqiqə. Yəni bir daha qulaq asaq. Okay, so we have a few volunteering packages. Which are you interested in? What do you have? Group volunteering, community volunteering, and conservation volunteering. Oh, and there are internship programs too. I almost forgot those. Oh, I see. Well, I'm not looking for a new career, so I don't think the latter will be suitable. What's group volunteering? That's for people travelling with friends or family. Burada bizə lazım olan sualın bir dənəsinin cavabı çıxır ki, qrup könüllülüyü nədir? O deyir ki, bu o insanlar üçündür ki, səyahət edir dostları və ailəsi ilə. Bunu deyir və bu ikinci... The latter will be suitable. What's group volunteering? That's for people travelling with friends or family. We put together an itinerary tailored to your interests. We call it voluntourism. It's very popular. İndi bunu da ardıcan davamında belə bir şey deyir ki, qız. Deyir, bu xoş səslənir, lakin mən traveling alone, yalnız səyahət edəcəm. Ona görə də mənim üçün yaxşı deyil. Yəni, yalnız səyahət edəcəyim burada deyir. Demək, qrupu niyə seçmir? Çünki yalnız səyahət edəcək. Qrup amma nə üçündür? Ailə və dostlar üçündür. That sounds great, but I'll be travelling alone, so that's no good. How about community volunteering? That's about getting involved with the local people. Yes, that sounds more like it. Right. So your current experience, you're working at the moment, you said? Yes, I went to art school. I always wanted to be a photographer, but in the end I became a project manager. That's great. How many years have you been doing that? Well, Burada fotoğrafçı olmaq istəyirəm, lakin sonunda project manager oldum. Soruşur neçə il işlədin? O çoxunuzda səhv yazdığınız bir şey nədir? İlli səhv yazmısınız. Burada əslində illəri fərqli bir şeylər ifadə edir. Burada deyir ki, mən project administrator olaraq başladım. Deyir 8 years ago, 8 il əvvəl. So deyir, yox, 10 ildən artıq olar. Yəni bir işə 10 il əvvəl başlamanız o demək deyil ki, 10 il təcrübəniz var. Bəlkə 10 il əvvəl başlayıb 2 il işləyib o işdə çıxıbsınız. Demək təcrübəniz 2 ildir. Yəni burada o şeyə diqqət edin. Sonra deyir ki, mən düşünürəm ki, mən bunu etdim. Mən bunu deyir 4 il etdim. Sonra deyir, bəlkə də 5 il. Sonra deyir, mən bundan sonra project manager olmağa başladım. Belə ki 6 il. Ən sonda axırda nə deyir? Düzgünün deyir. Axırda deyir 6 il işləmişəm. Yəni təcrübəsi 6 ildir deyir. Xülasə. I started as a project administrator. That must have been 8 years ago. No, it was more like 10. Now I think about it, I did that for 4 years, maybe 5. I started managing projects after that, so 6 years. Great. Right. I think I have everything I need. What about the cost? Oh, yes, of course. Well, it depends on how long you'd be volunteering. A week starts at £300 and a fortnight package can be as little as £450. Bəlkə kimsə səhv yazmışıq. Fortnite paketin qiyməti 450, yəni 450 deyir. Yəni orada 4 yazıbsa o yanlışdır. Aydın yəqin ki burası. Davam edir. That doesn't include flights, of course, which cost anywhere between £200 and £575. A month-long package is £600.
No, that was for last year. Sorry. There's been a slight increase since then. £650. Okay, that's about what I thought. Great. I'll get a pack to you in the post. Hı. Burada da ne deyir? Deyir ki, bir aylıq paket 600 deyir əvvəlcə. Sonra deyir düzəldir. Bağışlayın. Yəni o vaxtdan bəri biraz artış olub 650 pound olub. Yəni bir aylıq paket 650-dir. Qız da bəyənir, deyir ki, bu elə mənim düşündüyümdür. Agent də deyir ki, mən sizə post ilə bunu paketi göndərəcəm deyir. Belə. Qaranlıq qalan variant varsa deyin, izah edin bir daha. Yoxdur, amma biraz qarışıq dinləmək deməli. Ha, ola bilər də hər dinləmə asan da olası deyil ki, bir. Yəni Bəli. dinləmə məzmununa görə dəyişə bilər. Elə bir məzmunun ola bilər ki, sizə rahat gələ bilər, eləsi var. Sizə yad gələ bilər. Yəni insandan insana görə dəyişir. Yaxşı, indi digərlərinin cavablarını deyim, yoxlayaq. Yoldaş 6-da B, 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 A. 3 dənə B, axırıncısı A. 7 Bakı, 8 A, 9 Bakı, 10-da 1, 2, 11-də A, B, B, A, 12-də Bakı, 13-də Bakı, 14-də C, 15-də 3, 5, 16-da Bakı, 17-də Bakı, 18-də Y, 19 Bakı, 20 C, 21 A, 22 2 3, 23 A, 24 C, 25 A, 26 Dərbənd, 27 A, 28 Y, 29 D, 30 Bakı. Belə. Yoxladıq yəqin ki. İndi isə səhvlərinizi deyin baxaq. Deyin neçəyə baxaq? 56.4'e bakarsın. 6-da başqa kiminsə sualı var? Yaxşı. 6-4-ə baxaq. 6-4-də qeyd olunur ki, UNIAS Həmkarlar İttifaqı bilib, inanır ki, evdən kompüter əsaslı işləmək could weaken, zəiflədə bilər işçilərin iş qorumalarını, yəni iş haqlarını zəiflədə bilər deyir. Doğru fikirdir. Yəni Həmkarlar İttifaqı inanır ki, yəni evdən işləmək işçilərin iş haqlarını azalda bilər, zəiflədə bilər. Bu cümlə hardadır? 4-cü paraqrafda burada deyil. Həmkarlar iddia edirlər ki, işə götürənlər üçün asan da olacaq. Neynəmək? Reduce, azaltmaq wage maaşları, eliminate, ortadan qaldırmaq sağlıq sığortası və pensiya xərclərini ortadan qaldırmaq asan da olacaq. Üstəlik onlar deyir ki, narahatlar, burası lazım deyil. Həmçinin burada da nə fikir var? Deyir ki, onlar ifadə edirlər, narahatlıqlar ki, mümkündür uşaq əməyindən istifadə və işçilər üçün yəni işçilərdən gözləyə bilərlər ki, ofis avadanlıqlarının xərcini qarşılamağı gözləyə bilərlər ki, hansını ki, bunu normalda şirkət edir. Yəni əslində bu yuxarıdakı cümlə bəs eləyərdi. Burada yazır ki, müdirlər sağlıq sığortası və ya maaşları azalda bilər, ortadan qaldıra bilər. Bu narahatlıqdır. Yəni işçilərin haqlarını zəiflədə bilər, evdən işləmək bəli doğrudur. Hə. Növbəti 7. 4-cü paraqrafa hansı cümləyə başlaya bilər?
Bax, dördüncü paragrafımız budur. Burada nəsə deyirik. Bundan sonra bunu nə deyəcəyimizi əslində çox hallarda özündən sonra gələn birinci cümləyə əsasən biz qərar verə bilirik. Onlar qorxurlar ki, bu gətirib çıxarda bilər regression geriləməyə, zəif iş şəraitinə 19-cu əsrin sonlarında geniş yayılmış. Yəni burada əslində bizim üçün bir dənə açar söz var, onlar. Yəni onlar deyirəmsə, demək qarşıdakı cümlədə nə etməliyəm? Onları axtarmalıyım. Yəni nə axtarmalıyam? Cəm bir şey axtarmalıyım. İndi baxıram burada variantlara baxsaz, companies şirkətlər cəm. Burada unions həmkarlar cəm, işçilər cəm, e, praktik də eksperimental yoxlamalar cəm, sənayelər cəm. Fikir versə bütün variantlar cəmdir. Demək bu variant işə yaramadı. Belə olan halda artıq nə etmək lazımdır? Bir cümlə yox, bir neçə cümləni oxuyub onlar deyilən şeyi tapıb ona əsasən hərəkət etmək lazımdır. İndi bundan sonraki cümləyə baxıram ki, məsələn burada deyir, onlar qorxurlar ki, bu geriləməyə səbəb ola bilər. Sonra deyir, həmkarlar iddia edirlər ki, müdirlər maaşı azaldacaq. Sonra deyir, üstəlik onlar ifadə edirlər narahatlıqlar. Sonra növbəti cümlədə hal-hazırda həmkarlar qarşıdırlar evdən işləməyə. Onda belə çıxır ki, onlar sözü nəyi göstərir yoldaşlar? Unionsu göstərir, həmkarlar ittifaqını göstərir. Və məhz buna görə də baxsaq variantda bir dənə variantda həmkarlar ittifaqı var. O da B-də yazılıb. Və B-nin tərcümə ilə belə olur ki, texnoloji inkişafa baxmayaraq evdən işləmək həmkarlar ittifaqından kritisizm, tənqid alır. Və davamında nə deyir? Onlar qorxurlar ki, geriləməyə səbəb ola bilər. Həmçinin həmkarlar iddia edirlər ki, müdirlər maaşı azalda bilər. Və tam məntiqli şəkildə davam edir. Və üstəlik, üstəlik burada bir məqam da var, onu da deyim. Və bu cümləmiz var, ha, özündən sonra gələn cümlə. Mənfi fikirli cümlədir. Onlar qorxurlar ki, bu geriləməyə səbəb ola bilər. Böyük ehtimal ki, burada da mənfi bir şey yazarım ki, ardınca mənfi şey deyim. Çünki ortada lakin yoxdursa, yəqin ki, mənfi bir şey deyib, mənfi ilə də davam edərik. Və burada fikir verirsəniz, qalan 4 variantı, 4-ü də müsbət bir fikirlərdir. Məsələn, A-da yazır ki, çox şirkət investisiya yatırıb kompüter texnologiyasına telekommutinqi, yəni evdən işləməyi mümkün etmək üçün. Bu müsbət bir şeydir. Sonra C-də yazır, işçilər özlərini rahat hiss edirlər evdən işləyər zaman. Bu da müsbət bir şeydir. Sonra eksperimentlər də highly successful, uğurlu keçib. Bu da müsbətdir. Yerə də yazır ki, evdən işləmək dominant işçiliyin formasına çevrilib əksər yerlərdə. Yəni dominant işçilik formasına çevrilməsi o deməkdir ki, gərək bu günləri günümüzdə 90% iş yeri evdən olsun. Heç kəs ofisə getməsin. Az insan ofisə getsin demək istəyir. Halbuki bu da yəni yanlışdır. Həm də müsbət anlayışdır. Bundan sonra artıq qarşı çıxırlar, mənfi şeylərdən danışırlar. Yəqin ki, aydındır. Əslində burada elə unionsla tutsa, elə cavab bir dənə unions, elə bir dənə B də var. Növbəti. Növbəti yoldaşı. Neçəyə baxaq? Suallarınızı yəni verin, gözləməyin. 7, 10. Ona baxaq, yaxşı. Hı. 10-da bir də yazın. What term, hansı termin istifadə edir describe, təsvir etmək üçün evdən, yəni uzaqdan kompüterlə işləməyi təsvir etmək üçün hansı termindən istifadə edilir? Mətndə bu termin göstərilib. O termin nədir? Telecommuting. Dırnaq içində də hətta yazdım. Yəni evdən işləməyin bu forması tanınır, telecommuting kimi tanınır deyir. Dırnaq içində də yazın. Bu termindir. Sonra ikinci əldə edir. Bəzi iş sahibləri niyə hesitate, tərəddüd edirlər, işçilərə icazə versinlər evdən işləməyə? Bunun da cavabı var. Niyə tərəddüd edir müdirlər?
Burada 3-cü paragrafda yazır. Employee müdür, yəni işə götürən deməkdir. İşə götürənlər sahibdirlər konsol narahatlıqlara. Nə barəsində? Losing control over their employees. İşçilər üzərində nəzarəti itirməklə bağlı. Demək, niyə tərəddüd edirlər? Nəzarəti itirəcəklərinə görə. Onlar lack trust, az inanırlar uzaqdan işləyən işçiyə. Qorxurlar ki, birbaşa nəzarət olmadan işçilər mümkün qədər çox efor sərf etməzlər. Yəni efor göstərməzlər. Məhz buna görə tərəddüd edirlər deyə bilərik. O ki qaldı digər variantlara gəldi. Digərlərinin cavabı yoxdur. Məsələn, 3-də yazır ki, how many hours per week? Həftəyə neçə saat işçilər evdən işləyirlər. Həftədə neçə saat evdən işləyirlər. Belə bir məlumat yoxdur. Həftədə neçə saat? Ümumiyyətlə saat deyə bir şey yoxdur. Sonra 4-ə gəldikdə what training programs, hansı training proqramları təklif edilir işçilərə? Mətndə yenə də training proqramı deyə bir şey yoxdur. Və training üstəlik hansı training proqramı, elə bir şeyimiz də yoxdur. 5-ə də gəldikdə sual verir ki, hansı sənayeyə ilk dəfə widely, geniş şəkildə qəbul edib telecommuting, yəni evdən işləməyi qəbul edib. Hansı sənaye deyəndə, məsələn, ola bilər müxtəlif sənaye var. Məsələn, neft sənayesi, kənd təsərrüfatı sənayesi. Yəni bu sənayenin tipini nəzərdə tutur. Ya xidmət sahəsi, xidmət ola bilər, kənd təsərrüfatı ola bilər, neft sənayesi ola bilər. Amma mətndə elə bir sənaye göstərilmir ki, o ilk dəfə geniş şəkildə üstəlik telecommutingi adopt edib, qəbul edib. Yəni, mətni təkrar oxuya bilərsə, elə bir məlumat verilməyəcək bizə. Doğru cavabımız burada yoldaşı ancaq 1 və 2. Növbəti suala baxaq. 11.2. Hı -hı. Birebir cümləni görmüşdüm. 11.2 ha. Bəli. Burada nə yazılıb? Gəlin bir yerdə oxuyaq. Internal and external bleeding. Yəni nə deməkdir? Daxili və xarici qanama can lead to. Lead nədir? Gətirib çıxarmaq. Can lead to. Gətirib çıxarda bilər nəyə? Ebolaya gətirib çıxarda bilər. Səhvdir. Sən orada cümləni görübsən birə-bir, amma cümlədə fərqli cür yazılıb. Burada yazır ki, xəstəlik can cause, səbəb ola bilər daxili və xarici bleeding qanamaya. Hansı xəstəlik? Söhbət burada nədən gedir? Eboladan gedir də. Yəni Ebola səbəb ola bilər daxili və xarici qanamaya. Burası aydındır. Amma burada nə yazmışam? Yazmışam ki, daxili qanama ya da xarici qanama Ebolaya səbəb ola bilər. Başa düşdün? Bəli, başa düşdüm. Qanaxma Ebolaya səbəb olmur da. Ebola qanaxmaya səbəb olur. Tərsinə. 11.4. 11.4. Ən yol sözü bərabərdir yoldaşlar. Every year. Bərabərdir every year. Hər il. Hər il deməkdir. Hər il seasonal epidemics. Yəni mövsümsel epidemiyalar take place-də baş verir deməkdir. Sinonimləri nələrdir? Happened-dır və ən çox qabağımıza occurred çıxa bilər. Occurred-də baş verir. Mövsümsel epidemiyalar hər il baş verir. Doğrudur. Bu cümlə də hardadır? Burada. Burada yazılıb. Seasonal outbreaks. Sadəcə orada outbreaks də pandemiya, epidemiya deməkdir. Əvəzinə orada epidemiya yazmışam. Okay baş verməkdir. Əvəzinə orada take place yazmışam. Every də hər ildə əvəzinə annual söz yazmışam. Burada hamısını elə bir sinonim sözlərlə əvəz eləmişəm. Bu da outbreak-in sinonimidir. Aydındır. Mövsümsel pandemiyalar hər il baş verir. Bəli. Bəli, aydındır. Sonra növbəti. Deyin. Gözləməyin. Suallarınızı yazınçaqda yaza bilərsiniz. Gözləyin, vaxt yetməz. 19 müəllim. 19-a kimi var? 18.
18'e qədər var sualınız. Dəqiq yoxdursa 18'e baxacağım. Ha, 18-ci suala baxaq. Burada qeyd olunur ki, məqalədə çoxlu many word sözləri var. Hansıların ki I don't know bilmirəm. Məqalədə çoxlu sözlər var. Hansıları ki mən bilmirəm. So the it is necessary. Vacibdirmi look up? Lüğətdə axtarmaq hər bir sözü lüğətdə axtarmaq vacibdirmi? Belə bir fikir səsləndirir bir şəxs və qarşıdakı şəxs nəsə deyir. Onun ardınca yenə mən belə bir cümlə işlədirəm ki, doğrudan do you mean sən demək istəyirsən ki, mən gərək istifadə etməyim lüğətdən ümumiyyətlə. Sonra sən qayıdıb yenə mənə deyirsən ki, sən you can use it. Sən bundan istifadə edə bilərsən. Əgər sözün mənasını kontekstdən, yəni məzmundan tapa bilməsən, sən bundan istifadə edə bilərsən deyirsən. Əslində cavabı buradan tuta bilərdik ki, əgər sən guess təxmin etməkdir, meaning mənadır, kontekstdə məzmundur. Əgər məzmundan tapa bilməsən, istifadə edə bilərsən. Demək, mən yuxarıda nə deməliyəm sizə? Sözlərin mənasını bir lüğətdə axtarmaq lazımdırmı? Deyəmək, yəqin ki, deyərəm ki, ehtiyac yoxdur. Yəni, sözün mənasını cümlədən də anlaya bilərsən. Bu tipli bir şey deyərəm. Bu da hardadır yoldaşlar? Baxın, Y-də var. Mən elə düşünmürəm. Sən deyə bilərsən what a word means, sözün nə mənaya gəldiyini, onun istifadə edildiyi cümlədən. İndi gəlin qoyaq yerinə tam tərcümə edək. Məqalədə çoxlu sözlər var, hansıların ki mənalarını bilmirəm. Vacibdirmi lüğətdə söz axtarmaq? Qarşıdakı şəxs də mənə qayıdır ki, mən elə düşünmürəm, sən sözün mənasını istifadə edildiyi cümlədən anlaya bilərsən. Sonrası mən qayıdım ona deyirəm ki, doğrudan, onda mən lüğətdən gərək ümumiyyətlə istifadə etməyim demək istəyirsən. O da deyir ki, yox sən istifadə edə bilərsən, əgər mənasını məzmundan çıxarda bilməsən. Aydın oldu. Yaxşı, siz yazdığınız variant nə idi? Heç. Keçək növbəti variantə suala baxaq. Hə, tamam. 18-dən sonra neçəyə baxaq? Deyin yoldaşlar, gözləməyin. Suallarınızı tez-tez deyin. İsmail. Yoxdur. 23. 23'e kimisə sual yoxdursa baxıram 23'e. 21 var. 19 müəllim. 19. Hə, 19'a bax. Tamam. 19'da hekayə qurmaqdır. Bax 2 ilə böyük ehtimal ki en artiklinə biz başlayırıq. Sonra z-yə keçirik də. Bunu hər halda bilirik. Bax 2 ilə başlayarıq. Məntiq ardıcıllıq ola belə olur. Bir qatar balaca stansiyada dayanır. Sonra bir gəldi. Bir sərnişin pəncərədən baxır, görür ki, bir kişi çöldə nə satır? Keyk, tort satır. Sonra ardınca gəlir 3. O görür platformada gəzən bir oğlan görür və ona bir qədər pul verir. Və nə deyir? 5. Bir dənə tort al mənim üçün, birini də özün üçün al. Sonra nə gəlir? 4. Bir müddət sonra sun tezliklə oğlan geri qayıdı tortu yeyərək. Sonra 7. O verir kişiyə change. Yəni change xırda deməkdir. Xırda verir, yəni pulun üstünü qaytarır və deyir: "Cənab, orada sadəcə bir tort var idi." Yəqin ki, aydın oldu. Yəni iki tort istəyir, birini sən özün üçün al, birini də mənim üçün, amma bu da özü üçün alıb yeyib, amma kişi üçün almayıb. Anlaşıldı mı? Sonra 21. Yoldaş şərt qıda cümləsidir. Və belə bir şeydir. Qayda izahı olaraq nə yazın bunu? Şərt qıda cümləsində uzlaşma qaydamız belə olur.
Eğer if əvvəldədirsə bu arada, if əvvəldədirsə, e, present indiki ilə indiki uzlaşır. Present indiki uzlaşır. Sonra present indiki ilə will, yəni gələcək uzlaşır. Past keçmiş ilə nə uzlaşır? Would, keçmişə nəzərən gələcək zaman uzlaşır. Yəni indiki zamanla will uzlaşır, keçmişlə də would uzlaşır. Will indikiyə nəzərən gələcək zamandır. Would isə keçmişə nəzərən gələcək zamandır. Amma fikir versən, yəni if-dən sonraki tərəf nə sayılır bizim üçün? Budaq cümlə sayılır. Budaq cümlə tərəfdə isə nə işlətmirik yoldaş? Yəni bax, bura budaq cümlə sayılır. Digər tərəf isə baş cümlə. Budaq cümlədə present, past. İndiki keçmiş işlər. Amma nə işlənməz? Gələcək işlənməz. Onda belə çıxış ki, yəni mən şərt budaq cümləsində bağlayıcıdan sonra gələcək yazan varam. Onda D variantı getdi, Y variantı getdi. Qaldı 3 dənə variantımız. Bunlara bax. Is indiki, will gələcək. Is indiki, dies indiki, is indiki, will gələcək. Hamısı uyğun gəlir. Problem yoxdur. İndi bax, digər yanlış hardadır? Bax, bunu göstərim. Burada yazıb çoxlu heyvan, heyvanlar. Heyvanlar necə isimdir? Cəm isimdir, düzdürmü? Cəmdir. Onun xəbəri də nədə olmalıdır? Cəmdə işlənməlidir. Onda dies yox, nə olardı orada? Die olardı da xəbər. Aydındır. Biz üçüncü şəxsin təkində artırırıq. Yəni heyvanlar cəmdir, xəbər cəm olardı. Onda B variantı da yanlışdır. Qalır aynən C variantı. Burada artıq mənaya baxırsan. Məsələn, A-da yazılıb, C-də yazılıb ki, pollution çirklənmə deməkdir bu arada. Çirklənmə nəzarət edilsə, heyvanlar öləcək. Amma çirklənməyə nəzarət edilsə, heyvanlar öləcək məntiqsizdir axı. Nə olar? A variantı. Çirklənmə isn't controlled. Nəzarət edilməsə, heyvanlar öləcək olar. Aydındır yoldaşlar. 23. 23. Tamam, 23'e bakalım. Burada bağlayıcımız nedir? Until'dir. Bu da zaman bağlayıcıdır. Və zaman budaq cümləsində uzlaşma necə olur? Gəlin onu da izah edeyim. Baxın, indiki zamanla present indiki zaman uzlaşır. Past keçmiş ilə past keçmiş zaman uzlaşır. Sonra future gələcək zaman ilə isə ancaq indikilər uzlaşır. Və normalda yəni indiki ilə indiki, keçmişlə keçmiş uzlaşır. Amma gələcək ilə gələcək uzlaşmır. Gələcək ilə indiki uzlaşır. Və yadda saxlayın ki, biz gələcəyi yenə hara yazarıq? Baş cümləyə, budaq cümləyə gələcək yazmarıq. Budaq cümlə hansı tərəf sayılır? Bağlayıcıdan sonraki tərəf, yəni bu tərəf budaq cümlədir. Bəs bu tərəf nə sayılır? Baş cümlə sayılır. Bağlayıcı olmayan isə baş cümlədir. Mən budaq tərəfi, yəni burada da işləyirsə, bu hissə budaqdır, bu hissə baş cümlədir. Budaq cümləyə nə yazmaram? Gələcək yazmaram. Gələcək başda işlə. Onda untildən sonra da yenə gələcək olmaz. Bu variant getdi, will getdi. Bunları silirəm. Yəqin ki, bura aydındır. Sonra yoldaşlar bir dənə bir şey deyim. Bax, bunu bayaqlar dedik əslində. Bir daha təkrarlayayım. Bax, will var ha. Will gələcək zamandır. Nə ilə uzlaşır? İndiki zamanlarla uzlaşır. İndiki zamanlar. Would isə hansı zamandır? Keçmişə nəzərən gələcək zamandır. Nə ilə uzlaşır? Keçmiş zamanlarla uzlaşır. Sonra bir de burada bir şey var. Bunu çok zaman tələbələr qarışdırırlar. Burada won't yazılıb. Will not. Will not. Will not'un qısa forması. Will not'un qısa forması. Və bu şəkildə won't yazılır. Bunu wasn't-la qarışdırmayın. Yəni was not'un qısa forması nə yazılır? Wasn't yazılır. Burada heç sərgən yazılır. Wasn't yazılır. Yəni burada yazılan, won't yazılan əslində nəyin qısa formasıdır? Will not'un qısa formasıdır. Wasn't deyildi. Yəni wasn't, was not'un qısa formasıdır. Yəni burada nə yazılır? Will yazılır. Və will nə ilə uzlaşır? Yoldaşlar indiki ilə uzlaşır. Amma burada was nədir? Keçmiş. O da bu was yox, is olsa düz olardı. Bu da etdi.
Qaldı nə variantımız? Aynen C variantı. Yoldaşlar, bu C variantı shall yazıb. Shall hansı zamanla uzlaşır? Shall hansı üzr istəyirəm. Shall hansı şəxslərdə işlənir? I shall, we shall. Məncə hamı bilir də. I shall, we shall. Yəni iki dənə şəxs işlədir. Ya I-dan ya da we-lə işlədir. Amma burada duman yazılır. Duman sizcə hansı şəxsdir? Nə duman, nə o. Bu üçüncü şəxsdir. İtə bərabərdir. Yəni it ilə shall ola bilərmi? Olmaz. It will olardı. Onda doğru cavab nə qalır burada? A variantı qalır. Aydın oldu. Duman təmizlənməyəcək. Küləyə qədər. Küləyə qədər. Belə. Sonra növbəti. 25. 20. Tamam. Orada müəllim ikinci tərəf niyə Z olmur? İki oğlu var məsələn, biri haqqında dedi harda yaşadığını, digəri məlum deyil artıq bizə. Düz deyirsən necə doğrudur, amma indi bir dənə izah edeyim başqa bir səbəbə görə. Cənab Green'in iki oğlu var, onlardan biri deyirəmsə, one of Z yox, one of them olar. Z olmaz, Z'dən sonra isim yox, one of them olar. Z olmaz, onlarınkinin biri. Niyə onlarınkini deyim? Onların biri deyərəm. One of them. Və əslində doğru məntiqdir. Doğru yanaşmadır. Tutaq ki, A oğlu olsun, bu da B oğlu. Tutaq ki, A oğlu Kiyevdə yaşayırsa, geri bir dənə qalır da digəri deyərəm. Bu artıq məlumdur. Və buna nə deyərəm? Z, AZ deyərəm. Doğru deyirsən. Və çoxunuz bəlkə də burada C yazın. Amma burada bir məsələ var. Məsələ nədir? Tutaq ki, ingilis dilində bir maşın necə deyərsən? Car. Car. Bəs müəyyən bir maşın olsa Z. Zeka. Bəs mənim maşınım necə deyərsən? Marka. Ay, my car dedim. Bəli. Bəs eynən Z hara getdi? Düşdü. Düzdürmü? O da Bəli. belə çıxır ki, my nədir? Yəli əvəzi. Yəli əvəzindən sonra article nə olur? Düşür. Düşür. Hə, burada da fikir versən nə yazıb? His yazıb, onun oğlu. Yəni Aa, sırf burada hizə görə o Z article oradan nə olur yoldaşlar? Artı oradan düşür. başa düşdüm bəli. Çox sağ ol. Aydındır? Buyur. Bəli. Sonra doğru cavab qalır A variantı. His other son. Onun digər oğlu. Sonra növbəti. Deyin. Başqa sual varsa deyin. 26 da var müəllim. Yaxşı, 26-ya baxaq. %26 bizdən ekvivalent istəyir. Yəni burada tərcümə eləmək, başqa bir şey yoxdur. She tends to procrastinate. Procrastinate ertələməkdir. Deyir ki, ertələməyə meyilli olur. So, belə ki, o həmişə leaves, qoyur her assignment, öz tapşırıqlarını until the last minute, son dəqiqəyə qoyur. Yəni son dəqiqə saxlayır. Demək, o ertələməyə meyillidir, hər zaman tapşırıqlarını son dəqiqəyə saxlayır. İndi baxıram variantlara. A-da yazılıb ki, she avoids. O uzaq durur, avoid uzaq durmaqda, düzdürmü? O uzaq durur tapşırıqlardan tamamilə. Yəni belə çıxır ki, adam ümumiyyətlə heç tapşırıq işləmir. Amma bu isə deyir ki, tapşırıqlarını son dəqiqə saxlayır. Demək, işləmir demir, son dəqiqə işləyir demək istəyir. Sonra B'də yazır ki, o finish bitirir öz işini immediately, dərhal, without delay, gecikmə olmadan. Amma burada deyir ki, son dəqiqə saxlayır. Yəni son dəqiqə saxlayırsa, yəni gecikir də əslində, gecikmə olmadan bitirir dərhal. Özü dərhal deyir. Amma burada son dəqiqə həll edir. Sonra C'də yazır ki, o tamamlayır bütün tapşırıqları, well, yaxşı, ahead of the time, zamandan öncə. Yəni zamanından öncə tamamlayır. Amma halbuki nə deyir? Son dəqiqəyə saxlayır burada deyir. Sonra D ilə Y variantımız qalır. Y variantında da yazılıb ki, o orqanizə edir öz qrafikini diqqətlə uzaq durmaq üçün son dəqiqə stressdən. Yəni avoid uzaq durmaq, qaçmaq demək. Son dəqiqə stressdən qaçmaq üçün qrafikini diqqətlə qurur. Amma halbuki adam tapşırığın ən son dəqiqəyə saxlayır, son ana saxlayır. Bu cümlənin eynisi hansıdır? Doğru cavab D variantı.
She frequently. Frequently tez-tez demək. Delay gecikdirir. O tez-tez gecikdirir her task tapşırıqlarını və completing tamamlayır onları only sadəcə last moment son anda tamamlayır. Tapşırıqları gecikdirir və onları tamamlayır sadəcə son anda. Və yuxarıdakı ilə birə-bir eynidir. Aydındır. O tapşırıqları son dəqiqəyə saxlayır, qoyur. O zaman son anda həll edir deyə bilərik. Bəli, aydındır. Sonra növbəti başqa. Başqa sualınız? Baxın. 28. Tamam, 28. Hə, bu şəkildə bağlayıcı tipli sualla qarşılaşsanız, birinci növbədə etməli olduğunuz şey nədir? Həmin mürəkkəb cümlənin tipini müəyyən edib və həmin tipə uyğun hərəkət etmək. Bunu necə müəyyən edirsiniz? Əvvəlcə nöqtələrə görürsünüz, nöqtələrə qədər olan cümləni oxuyursunuz, buradan bura kimi və sual verirsiniz. Burada cümlələr yazır. It is very important. Çox vacibdir. Find out tapmaq. Sual verir. Çox vacibdir tapmaq. Sual verir. Nəyi? Demək ki, nəyi sual aldımsa, buradakı cümləmiz nə cümləsidir? Tamamlıq budaq cümləsidir və bu halda nə etmək lazımdır? Özündən sonra gələn cümləni yenidən oxuyub təkrar sual vermək lazımdır. İndi gəlin bu cümləni oxuyaq. Onun actually əslində allergiyası var to A-yə. A-yə. Onun əslində allergiyası var A-yə. İndi sual verin nə? İki ağla gələn nədir? Nəyə allergiyası var? Ot olacaq. Amma təəssüf ki, burada bəzi tələbələrimiz böyük ehtimal ki, bunu belə eləyiblər. Buradakı bu to hissəsinə heç bəlkə də fikir verməyibsiz. Yəni bunu yox kimi sayıbsınız və nə edibsiz? Burada böyük ehtimal ki, when yazıbsınız. Onun allergiyası var nə zaman? Ya da why yazıbsınız. Niyə allergiyası var? Əgər to olmasaydı orada, onun niyə allergiyası var, nə zaman allergiyası olur? Bunu deyə bilərdik. Amma burada to var deyə bilmirik. İndi məsələ nədir? Məsələ ondan ibarətdir ki, gəlin sadədən deyim, daha yadda qalan olsun. Yəqin ki, hamınız xatırlayır, abituriyent vaxtı hazırlaşan zaman ya da birinci turda hazırlaşan zaman müəllimləri sizə qeyd edir ki, yoldaşlar, why for işlənməz. Düzdürmü? Bunu bilirsiniz. Niyə işlənməz? Çünki mənasız səslənir. Why nə üçündür, düzdürmü? For da üçün, nə üçün demirik. Bunu bilirsiniz. Məncə hamı yəqin ki, bilir bunu. Amma bir də məsələ nədir? Yaxşı. Tutaq ki, why for işlənmir. Bəs for olmasa başqa bir şey olsa işlənə bilər sizcə? Məsələn, why in, why with, why under və yaxud da why on. Sizcə işlənər yoxsa işlənməz? Baxın, niyənin içində, niyənin ilə, niyənin altında, niyənin üstündə. Qəribə səslənir və anlamsız səslənir. Düzdürmü? Hə, onda belə deyə bilərik ki, yoldaşlar, söhbət why for söhbəti deyil. Söhbət ondan gedir ki, zəfliyin sualları sözünü ilə işlənməz. Ümumi qaydamız belə olmalıdır ki, zəfliyin sualları sözünü ilə işlənməz. Bir dəqiqə dəyişə bilsəm. Aha. Burada qeyd edirəm. Zəfliyin sualları sözünü ilə işlənməz. İşlənməz. Bu vacibdir. Məhz buna görə yuxarıdakı cümləmizdə hamımız gördüyü kimi burada nə var? To var. Sırf o to'ya görə buradakı variantlar hamısı olmaz. How tərz hərəkət zərfliyini, why niyə səbəb zərfliyini, when nə zaman zərfliyini və ya da yer zərfliyinin sualıdır. Bunlardan sonra sözünü işlənməyəcəm. Amma bir dənə istisnamız var. Düzdür, zərfliyin suallarını biz sözünü ilə işlətmirik. Amma bir dənə istisnamız var. İstisna nədir? İstisna. Və ya
to, bir də where from. Bu istisna. O ki qaldı VN özü belə başqa heç bir sözünü işləmir ha. Təkcə bir dənə where to, where from istisnadır. O da məsələn haraya, bir də haradan. Məncə uşaqlıqda hamımız bilir də where are you from? Sən hardansan? Yəni bu ifadəni məncə bilməyənimiz yoxdur aramızda. İndi qayıdıb deyirsiniz ki, ay müəllim, madəm where to ilə işlənə bilirsə, bəs niyə burada where götürmürük? Hə, burada V götürməməyimizin səbəbi başqa şeydir. Mənaya görədir. Onun əslində allergiyası var haraya. Onun əslində allergiyası var haraya. Mənasız səslənir axı. Haraya allergiyası var nədir ki? Nəyə allergiyası var deməyimiz düzgün. Doğru cavab olacaq Y variantı. Aydın oldu. Sonra başqa var? Hı -hı. Yoxsa bu faylı bağlayalım. Keçək ev tapşırığına baxaq. Sizə readinglər atmışdım. Onların da səhvlərinə baxaq bir dənə. Birinci bu mətndən, personality mətnindən səhvlərinizi deyin. 1.3 müəllim. 1.3. Yaxşı. Buradakı cümlə ümumiyyətlə mənasız cümlədir. Yazılıb ki, burada introvertlər üstünlük verirlər çox danışmağa. Nə deyəcəkləri haqqında düşünməmişdən qabaq. Hə, müəllim, bu əksinə idi. Əksinə bu ekstrovertlərdir. Hə, tamam. İntrovertlər əksinə düşünüb danışırlar. Həmin cümlə göstərir. Bax, introvertlər think more. Daha çox düşünürlər before speaking. Danışmamışdan qabaq. Yaxşı, növbəti. Burada sual var bu personality mətnində. Sən yazmısın. 1.2. Aha, baxa. Ambivertlər həmişə üstünlük verirlər stay alone, yalnız qalmağa, rather than nəinki sosiallaşmağa deməkdir. Bax, buradakı bu sözü yadın, rather than nəinki. Demək, ambivertlər həmişə üstünlük verirlər yalnız qalmağa, nəinki sosiallaşmağa. Səhvdir. Ambivert ortadır, hər ikisinin ortasıdır. Hardadır? Burada ambivert yazır var bu hissədə. Onlar mix of both, hər ikisinin, həm introvertlə, həm də extrovertin qarışımıdır. Sometimes, bəzən onlar istəyirlər to be with people, insanlarla olmaq. Bəzən onlar xoşlayırlar being alone, yalnız qalmağı xoşlayırlar. Bu vəziyyətə görə dəyişir. Yəni, bəzən yalnız qalmağı, bəzən insanlarla olmağı xoşlayırlar. Madəm bu belədirsə, sən onda deyə bilməzsən ki, ambivertlər həmişə, always, üstünlük verirlər stay alone, yalnız qalmağa, nəinki sosiallaşmağa. Anlaşıldı mı nədir? Yanlışdır. Orada deyil, bəzən yalnız qalırlar, bəzən insanlarla olurlar. Yəni, hər ikisini deyirlər. Təkcə birini deməyimiz yanlışdır. Sonra 3 dediniz, hə, tam 3 olacaq. Üstə deyir ki, araşdırmaya görə. Gəlin bir mətndən baxaq görə araşdırma nədir ki? Həmin hissəni bir də oxuyaq. Araşdırma burada yazılır. Hissəni baxın. Alimlər have discovered, tapıblar ki, introvertlərin beyinlərinin front part, ön hissəsi daha çox qan axışı qəbul edir ekstrovertlərə nəzərən. So deyib, beynin bu hissəsi, yəni burada nə anladıq? İntrovertlərin beynin ön hissəsi daha çox qan axışı qəbul edir ekstrovertlərə nəzərən. So deyib, beynin bu hissəsi kömək edir hadisələri xatırlamağa, problemləri həll etməyə və öncədən planlar qurmağa kömək edir.
Nə başa düşdük burada? Onu başa düşürük ki, introvertlərin beyni daha yaxşı işləyir və onda belə çıxır ki, introvertlər hadisələri daha yaxşı xatırlayırlar, problemləri daha yaxşı həll edirlər, daha yaxşı plan qururlar. Introvertlər. Və indi burada da sualda da fikir versək nə yazım? Araşdırmaya görə A-da yazır ki, introvertlər optimist olurlar həyata qarşı. Belə bir cümlə yoxdur mətndə. B-də yazılıb, ekstravertlər daha çox qan axışı qəbul edir. Səhvdir. Introvert daha çox qan axışı qəbul edir. Ekstravertlər solve problemləri asan həll edir. Səhvdir. Introvertlər həll edir. Sonra C-yə baxdıq. Sonra Y-də yazır ki, ekstravertlər yaxşıdır planlamada. Bu da səhvdir. Introvertlər planlamada yaxşıdır. Doğru cavab qalır D variantı. Introvert insanlar daha yaxşıdırlar hadisələri xatırlamaqda. Aydındır yoldaşlar. Sonra başka var burada sualınız? Benim bir de dörde bakarsınız da. Orada Flow nerede sözü. yazmıştım? Ee, sen ne yazmıştın? De yazmıştım. Beynin daha ben sadece ben anladım ya ama ben metindeki mənasını yollaşdıra bilmədim variantda. Tamam, burada ne yazır? Daha çok blood flow. Blood nedir? Qan, flow nedir? Akışı. Axışqan axını. Qan axını qəbul edir deyir. Və burada da axındır mənasında işte. Bu da axmaq mənası hansı variantdadır? Deyib o. A variantı A var. seçimler. Move smoothly like a liquid. Maye kimi hamar şəkildə hərəkət etmək. Yəni mayenin hərəkət etdiyi kimi hərəkət etmək, axmaq. Və digər variantlar məsələn stop suddenly, qəfildən dayanmaq. C-də yazılıb break into pieces, parçalara ayırmaq. D-də yazıb ki change direction quickly, istiqaməti cəld şəkildə dəyişmək. Y-də də yazıb ki become smaller, kiçik olmaq. Bunlar deyil. Sonra başqa sualınız. Yoxsa indi o biri mətnə baxaq. Burada yoxdursa. Keçsin. Keçək indi ikinci mətnə baxaq. Cartoonist. Bir de bakabilirsiniz mi? Orada neye göre B variantı değil üstte? Yaxşı. Baxın. Üstə yazıb Walt Disney neynədim? B variantı soruşsan da. Yok B variantı. B. B. Bakı. Ha. Could hardly turn animation into a successful form of fun. Cümlə belədir ki, burada hard sözün yəqin ki bilərsən, bir daha deyim. Evet, kesinlikle. Hard çətinlik şey, qısaca nəyə bərabərdir? Nota bərabərdir. Və burada cümlədə deyir ki, Walt Disney elə bir not kimi düşün bunu. Animasiyanı əyləncənin uğurlu bir formasına couldn't turn, çevirə bilmədi. Animasiyanı, yəni bu animasiya yaratdığı animasiyaları uğurlu əyləncə formasına çevirə bilmədi. Amma çevirə bilmədi deyənlər, ya çevirə bildi. Adam uğurlu olur da. Walt Disney tanımayan yoxdur. Yəni bu cümlədə couldn't yox, hard olmasaydı düz olardı. Hard olmasa cümlə düz. Walt Disney animasiyanı əyləncənin uğurlu bir formasına çevirdi desəm düz olardı. Başa düşdün nədir? Və bu da burada yazılıb da adam nədir? Əyləncə sahəsində önəmli bir figurdur. Walt Disney çox təsirli bir figurdur əyləncə sənayesində. Sonra hətta bu həmin cümlə burada yazılır. Çetinlikler yaman olur kazandı falan var değil mi? Bəli, həm də B variantı burada yazılıb. Bax gör nə yazır? He transform. O transform elədi, yəni köçürdü animasiyanı yeni bir əyləncə formasına çevirdi. O transform elədi animationu əyləncənin tamamilə yeni bir formasına çevirdi deyir. Yəni həmin cümlə bu B variantındakı cümlə burada yazılıb. Sadəcə bura ortaya hard yazılıb deyə səhvdir. Burada çevirdi deyirsən, burada çevirmədi yazılıb. Başa düşdün nədir? Anladım ben çok sağ ol. Buyur. Sonra kimin də sual var versin.
Müəllim, elə bu sual başlandı. Tamam, axıra kimi baxaq onda bu suala. B izah elədi. İndi gəlin digərlərinə də baxaq. B variantı çıxaq. A-da yazır ki, bored, sıxıldı və gave up, struggling. Gave up, yəni give up-dır da. Yəni give up-ı bilirsiniz. Məncə hamı bilər. Give up nə deməkdir? Give up nəyisə tərk etmək, təslim olmaq, bəli, vaz keçmək deməkdir. Struggle mübarizə aparmaqdan vaz keçdi. Sıxıldı və mübarizə aparmaqdan vaz keçdi. Səhv Səhvdir. etdim. Burada gör nə yazır? Deyir ki, what this team face many struggles and problems. Deyir, çoxlu çətinlik və problemlə qarşılaşdı və qarşılaşmasına all da baxmayaraq he kept moving forward. İrəli getməyə davam etdi. Eventually, nəhayət, saw results, nəticələrini gördü. Bütün bu ağır zəhmətinin nəticələrini gördü deyir. Yəni təslim oldu yox, mübarizə aparmağa davam etdi deyəcəyik. Bu səhvdir. Sonra C-də yazır ki, üzləşdi çoxlu çətinliklərlə iş həyatında və gave up, yenə təslim oldu, irəli getməkdə təslim oldu. Yəni irəli getmədi demək istəyirsən burada. İrəli getməkdən vaz keçdi deyirsən, amma halbuki nə edir? Kept moving forward, irəli getməyə davam etdi deyir. Sonra D-də yazılıb ki, he was defeated, o məğlub edildi, problemlərin öhdəsindən gəlməyə çalışarkən. While trying to overcome his problems, öz problemin öhdəsindən gəlməyə çalışarkən he was defeated, o məğlub oldu. Defeat məğlub etməkdir, was defeated isə məğlub edilməkdir, yəni məğlub oldu. Amma halbuki burada nə deyir? Problemlərlə üzləşməsinə baxmayaraq he kept moving forward. İrəli getdi. Eventually, nəhayət bütün bu əziyyətinin nəticələrini neynədi? Gördüm. Doğru cavab Y variantı qalır ki, o çox güclü bir fiqurdur əyləncə dünyasında. Və burada da güclü bir fiqur olmasını burada yazır ki, əyləncə sahəsində çox təsirli bir fiqurdur. Aydındır. Amma burada bir şey, bir də yanlış var. Əslində düz cavab çıxır burada, amma burada ən most ən kimi də tərcümə edə bilərik. Bunu one of yazsa qarşısına daha düzgün olur. Çünki ən güclü fiqurdur demir orada. Sadəcə bir fiqurdur. Güclü fiqurlardan biridir desək daha düzgündür. Aydındır yoldaşlar. Elimi dördə də baxarsınız da. Tamam, baxaq. Sözlə bağlıdır. O şişirtmə mənasındadır, amma Məsələ var. Sözləri məncə sən oxumursan. Bəli, orada şişirtmədir, amma bu dörddəki variantları uyğunlaşdıra bilmirəm mən. Problem məndə Yəni oradadır. oxuyursan da, Sözləri yəni buradakı əvvəlcə sözləri oxuyursan da, Bəli, valla oxuyub yazıram müəllim. ha, yaxşı. Orada nə yazmışam? Exaggerate, şişirtmə yazmışam. Şişirtmə yəni. Amma orada sonra mən tərcümə elədim. Yazmış ki, mübaliğə forması belə bir şey Hədə gəldi. şişirtmə abartmadı. İndi orada çox yazamıram qısa olsun deyə. Və sən bunu əsli mətn içində də anlaya bilərsən. Burada nə yazır? Deyir ki, cartoonist, yəni cizgi filmi yaradan şəxs uzada bilər, birinin burnunu uzada bilər və genişləndirə bilər, broad smile, gülüşünü genişləndirə bilər. Sonra deyir ki, bir insanın xarakteristikasının exaggeration olması deyir, karikatür adlanır. Yəni onun şişirdilməsi, mübaliğə edilməsi deyir, karikatür adlanır. Yəni orada exaggeration şişirtmək, mübaliğə etmək anlamında işlənir. Yəni türkçədə deyə abartmaq və s. də deyə bilərsiniz. Mətni əsasən Şey variantı verib mən. C variantı bəli elə olar. Çünki biz mətnin əsasında making something seem larger, nəyisə daha böyük göstərmək, daha vacib göstərmək. Nədən? Əslində olandan. Yəni əslində olanından daha böyük, daha vacib göstərmək. Yəni şiirdə abartırsan da orada. Yəni əslində elə bir tutaq ki, sənin gücün 100-dürsə, sən deyirsən, yox, mən 150-lik bilirəm. Yəni normaldan artıq göstərməyə çalışırsan. Yəni bu şişirdirsən də, yəni. Şişirtmək və ya mübaliğə etmək bizim dildə. Aydındır. Aydın demək. Sonra Çox sağ ol. dur. Başqa var? Başqa var burada sualınız?